günlər yüksək və dirəncli temperaturlu müraciətlərimiz artıb. Valideynlər telefon əlaqəsi saxlayırlar ki, uşağın heç bir şeyi yoxdur. Nə burnu axır, nə öskürür, nə qarnı gedir. Sadəcə yüksək temperaturu var və bu temperaturu biz heç cür sala bilmirik, dərmanlar təsir etmir. Normal olaraq əvvəldən necə ki, insanlar temperatur olduqda 3 gün gözləyirdilər. Əgər temperatur düşməzsə, o zaman həkimə müraciət edirdilər. Yenə də valideynlər gözləyirlər. Amma bu gözləmək bu dəfə bizim əleyhimizə olur. Yəni, xəstəni temperaturlu şəkildə gözlətdikcə xəstə ağırlaşır. Xəstə ağırlaşaraq bizə müraciət edir. Ən çox ağırlaşmalar bizdə pnevmoniyalar olur. Otitlə falan müraciət edənlər də var. Ən çox rastlaşdığımız pnevmoniyalardır. Deməli, pasientlərdən birini misal olaraq sizə çəkəcəm. Deməli, bizim bu pasientimiz Təbriz 5 gün evdə yüksək və dirəncli temperaturla yəni müalicə almağa çalışıb, yüngül müalicələr götürüb. Amma artıq bizə müraciət etdikdə biz müayinə etdik və laborator analizlər və rentgen müayinəsi edərək xəstədə pnevmoniya olduğunu aşkarladıq. Müraciət etdiyi gün deməli qan analizlərində C reaktiv zolalı artıq 330 idi. Neytrofil leykositləri qalxmışdı. Xəstənin vəziyyəti olduqca ağır idi, temperaturunu heç cür sala bilmirdilər və biz xəstəyə stasionar yatış verdik və hər gün həm müalicəsi davam edirdi, həm də hər gün qan analizlərinə baxırdıq və Allaha şükür olsun ki, müalicəmizə tabe oldu. Hələ də müalicəsi davam edir, ayın 30-unda müraciət etmişdi. Artıq evdədir, lakin müalicə hələ də davam edir. Çünki pnevmoniya müalicəsi biraz uzun çəkən müalicədir, uzun bir müddətə sağalma və bərpa dövrü olur. Mən buradan valideynlərə demək istəyirəm ki, əvvəlki dövrlərdə olduğu kimi temperaturları gözləməyin. Əgər sizin uşağınızda yüksək və dirəncli temperatur varsa, yaxşı olar ki, artıq ən gecə bir gün sonra həkimə müraciət edin ki, yəni müalicəniz, xəstəliyiniz müalicəyə tez tabe olsun, yəni müalicəniz tez başlasın, bu qədər uzun çəkib və ağırlaşmasın. Hər birinizə sağlam olmağı arzulayıram. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.